Qızıl bazarında diqqət çəkən ucuzlaşma qeydə alınıb. Satıcılar deyirlər ki, mövcud qiymətlər qızıl almaq üçün əlverişlidir. Qızıla yanaşı brilyant qiymətlərində də enmə var. Qızılın qiyməti enib. Satıcıların sözlərinə görə bir müddət əvvəl qramı 200 manat ötən qızılın qiyməti hazırda 165 manata qədər düşüb. Bugünkü satış 185-195 manata satırdıqsa, indi 160-175 manat arası dəyişir Türk qızıllarında, Rus qızıllarında. İtalyan qızıllarını 250-280 manata satırdıqsa, indi onlar olub 220-250 manat arası. 2 aya nisbətən qızıl çox düşüb. 230'a sattığımız malı, vaxtilə 230'a sattığımız malı hal-hazırda 170'e satırıq. Düşüb, qiymətlər düşüb xanım. Nə qədər düşüb? Hər qramında bir, nə bilim, 30 manat, 35 manat. Türk qızının 235 manat olan məbləği bugünkü gün 165 manata satırıq. Yəni bu da o deməkdir ki, 235, 165. 1 qramında artıq 70 manat qızılın düşüb. Ən çox ucuzlaşma 585 əyarlı, yəni Türk qızılına müşahidə olunur. Satıcılar bildirir ki, hazırda qızıl satmaqdan daha çox qızıl almaq üçün əlverişli dövrdür. Daha çox bizlər bu bazarda demək olar ki, 585 əyarını ən çox satdığımızda Tələbatda 585-ədir. Bunu satırdım 6200-ə, hal-hazırda 5270 manatdır. Bunu satırdım 7500-ə, hal-hazırda 5700-ə ala bilərlər. Bu dəqiqə qızıl almaq daha sərf eləyir, çünki qiymət aşağıdır. Türk qızıllarının 3000'ə satdığımız mal bugün 2500-2400 manata gəlib çıxır. Satıcılar qeyd edirlər ki, qızılın qiymətindəki eniş Məhərrəm ayının başlaması ilə əlaqədar olmasa da, bu ay brilyant satışına ciddi təsir göstərir. Qızıl dünya bazarıdır. Dünya bazarında məhərrəmlikdən, müsəlmançılıqdan xəbəri olmadığı üçün bu sadəcə olaraq bizim insanlarda bir şayə və bir psixoloji durumdur. Mən biləni Məhərrəm ayının brilyantlara təsiri var. Çünki toy olmur. Azərbaycanda mentalitetimizlə bağlı toy olmur. Olmadığı üçün də brilyant dəstlərimizi almırlar. Qızıl xırdabata az təsir eləyir, ancaq brilyant dəstlərə çox təsir eləyir. Yəni toyların olmadığına görə alverimiz olmur. Qızılın ucuzlaşdığı bildirilsə də, alıcılar bu qiymətlərin də kifayət qədər yüksək olduğu qənaətindədirlər. Bahalıqdır, təbii ki, bahalıqdır. Bahalıqdır. Bəli. Satıcılar qarşıdakı aylarda qızılın qiymətinin yenidən artacağını proqnozlaşdırırlar. Ruzana Kərimli, Samir Qasımov, Xəzər xəbər.